Çox maraqlı qutudur. 1-3 yaş inkişaf qutusu. Çox maraqlı qutudur. Özüm düzəltməyimə baxmayaraq. Həqiqətən də mənim də dəhşət marağıma səbəb oldu. Uşaq olmaq istədim. İndi isə qutunu açaq. Deməli, qutunuz belə bir şəffaf qutudur. Daha sonra qutunu başqa şey üçün də istifadə edə bilərsiniz. Bu şəkildə rahatlıqla açılır. Deməli, burada uşaqlar üçün öncəliklə hədiyyəliklərimiz var. Uşağın cinsiyyətindən asılı olaraq hədiyyə maşın ya da uşaq saç rezinkası olaraq dəyişir. Daha sonra bir ədəd piramidamız var ki, qavramaya, kiçik motorikaya, rəng qavrayışına dəstək olur. Kiçik motorika və qavramanın inkişafı üçün bu formada bir oyun. Sensor inkişafın dəstəyi üçün puzzle kitabımız var. Müxtəlif fəaliyyətləri öyrənmək üçün yemə, yuma, çimə, yatma və s. fəaliyyətləri öyrətmək üçün istifadə olunur. Özü çıxır və daha sonra isə yerinə təzədən qoyulur. Daha sonra belə bir puzzle'ımız var. Qavramanın inkişafı üçün, təxəyyülün inkişafı üçün. Belə bir puzzle'ımız var. Meyvələri, rəngi qavramaq üçün, analiz sintez qabiliyyətləri üçün önəmlidir. Daha sonra burada belə bir uşaq dominomuz var. Heyvanların həm tanınması, həm də eyniləşdirmə bacarığının inkişafı üçün əhəmiyyətlidir. Bir ədəd puzzle'ımız var. Heyvan puzzle'ımız yenə də qavrayış üçün əhəmiyyətlidir. Kiçik motorikanın inkişafı üçün bu formada deyircəkli düymələri olan oyuncaq. Sayma və rəngləri öyrənmək üçün çubuq. Meyvələri öyrənmək üçün belə bir meyvə kartı. Sehirli sulu rəngləmə. Bu formada öz qabı olan tangram. 2 hissəli heyvan puzzle'ımız. Həm ipə düzmə, həm balıq tutma, həm də segen lövhəsini birləşdirən bu lövhəmiz. Çox kiçik uşaqlarda belə səs qavrayışını inkişaf elətdirmək üçün zayıfon. Kiçik motorikanı dəstəkləyən bu cür maraqlı və maqnitli oyunumuz. İçərisində isə təbii ki, ən sonunda yenə də hədiyyələrimiz, şarlar və plastilimiz. Bu isə sehirli rəngləmənin ruçkasıdır. İçi su ilə dolur. Buradan isə su ilə rəngləyirik.